Uşaqlara qarşı hər hansı zorakılıq və istismar forması təkcə fərdi hüquqların pozulması deyil, eyni zamanda bütöv bir xalqın gələcəyinə vurulan zərbədir. Şiddətin istənilən növü yol verilməz və qəbul edilməzdir. Amma təəssüflər olsun ki, bəzi ailələrdə belə hallar hələ də var. Bu isə ilk növbədə ailənin kiçik üzvlərinə, yəni uşaqlara təsir edir, daha dəqiqi zərbə vurur. Məişət zorakılığı bugün Azərbaycan cəmiyyətində ən çox müzakirə olunan mövzulardan biridir. Bu da səbəbsiz deyil. Sosial şəbəkələrin də burada təsiri var. Şübhəsiz ki, qısqanclıq zəminli bir sıra ailə məişət problemi ortaya çıxır. Məişət zorakılığı haqqında 2010-cu ildə qəbul olunmuş qanunda da göstərildiyi kimi, məişət zorakılığı uzun müddət birgə yaşamasından və qohumluq münasibətlərindən istifadə edərək şəxsin digərinə qarşı yönəltdiyi iqtisadi, psixoloji və fiziki və cinsəl zorakılıq forması kimi qiymətləndirilir. Məişət zorakılığının qurbanına çevrilən uşaqlar digər yaşıdlarından fərqli olurlar. Onlar hər addımlarında qorxu hiss edirlər. Belə uşaqlar sosiallaşa bilmir, həm özlərinə, həm də cəmiyyətə inam və güvən hissini itirirlər. Ümumiyyətlə, hər hansı bir şiddət varsa, burada psixoloji dəstək çox önəmlidir. Ancaq ki, valideynlərin bu prosesə mane olmaması da çox önəmlidir. Çünki bəzən onlar fərqli yanaşmanı daha üstün tuta bilirlər. Ona görə valideynlər psixoloqlarla bərabər qərarlı şəkildə birgə addımlamalıdırlar ki, psixikanı düzgün və bir istiqamətdə vəziyyətdən çıxarda bilsinlər. Məişət zorakılığının qarşısının alınması istiqamətində müvafiq qurumlar tərəfindən mütəmadi işlər görülür. Belə ailələrlə müxtəlif söhbətlər aparılır, konsultasiyalar keçirilir. Nəticə vermədiyi təqdirdə daha ciddi addımlar atılır. Dövlət Komitəsinə daxil olan bütün müraciətlər araşdırılır. Birinci növbədə əgər uşağın olduğu yer qeydiyyatda yaxud da faktiki olduğu yer müəyyən deyilsə, Daxili İşlər Nazirliyi əlaqə saxlanılır ki, bu ünvanlar tapılsın. Müraciətdə uşağın olduğu yer bəllidirsə, yerli icra hakimiyyəti ilə əlaqə yaradılır. Yerli icra hakimiyyəti orqanlarında Uşaq Hüquqları Müdafiəsi Komissiyaya müraciət edilir və qiymətləndirmə aparılır. Qiymətləndirmə zamanı uşağın haldakı vəziyyəti, ümumiyyətlə onun sənədlə bağlı məsələləri, sağlamlıq vəziyyəti, təhsil səviyyəsi və digər məsələlər araşdırılır. Əgər burada uşağın sağlamlığı və mənəviyyatına zidd olan məsələlər aşkarlanarsa, Ailə Məcəlləsinin 72-ci maddəsinə əsasən uşağın ailədən alınması həyata keçirilir. Uşaq ailənin güzgüsüdür deyirlər. Mübahisə, münaqişə, şiddət isə o güzgüdə əks olunan ən dəhşətli mənzərədir. Nigar Babayeva, Əli Abbaslı, Sabir Şahvələdov, Vurğan Turabov, Telesər.